Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Paytaxtın Sabunçu rayonun Balaxanı qəsəbə sakininin ona məxsus mağazadan pul vəsaitinin oğurlanması ilə bağlı polisə müraciəti daxil olub. Mətbuat azın məlumatına görə müraciət əsasında təhqiqat araşdırmaları aparılıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbiri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin avaralıq və dilənçiliklə məşğul olan Yevlax rayon sakinləri Bə, Mukavadze TikTok əadı Aysu və Çə Bəkirova olması müəyyən edilərək saxlanılıblar. Faktla bağlı araşdırmalar davam etdirilir. Xatırladaq ki, sözü gedən oğurluq görüntüləri bir neçə gün öncə sosial şəbəkələrdə yayılmışdı.